Salam hörmətli izləyici. Zaur Səs YouTube kanalına xoş gəlmisiniz. Bir çox az məni mediator hüquqşünas Zaur Seyidzadə YouTube kanalını tanıyırsınız. Hüquqşünas kimi müəyyən marifəndirici video hazır edən həmin kanalda paylaşan sizlərlə. Amma bugün mən bu Zaur Səs YouTube kanalı haqqında qısa məlumat vermək istəyən nəyə görə yaratmışam? Bilirsiniz ki, məni bir çox izləyənlər bilir ki, yəni mən ərli olan şəxsəm, ərli arabasındayam. Mən də ərli olmamın səbəbi erməni olub. Belə ki, Sovet vaxtı 2 yaşında 1983-cü ildə mənim başımın arxasına əməliyyat edərək məni ərli edib. Mən də bu barədə geniş danışmışam. İndi bu videoda demək istəmirəm, bundan əvvəlki videoda baxa bilərsiniz. Yəni 1994-cü ildə, 94-95-ci illərdə mən bildim ki, artıq belə deyək, yeyeməyəcəm, gəzməyəcəm, sağlamlığım bərpa olmayacaq, ərli arabasında qalacağam. Ona görə təsəvvür var, televizorda çempion Qarl Kasparovu gördüm, qaçmışdı. İstədim onu belə deyək, udum bir acığımı çıxım. Şahmata həvəs göstərdim, aralanıb şahmatı oynamağı öyrəndim. Sonra taleyə gətirdi ki, mən təşkilatı yaratdım, başqa işlərlə məşğul oldum. Yəni bu sahəni gedə bilmədim. İndi bu Zaur Səs YouTube kanalı ona görə yaratmışam ki, istəyən burada əməlləri udum, cəzalandırım. Yəni bizim həyatımızı belə formada çıxıb. Ona görə sizin dəstəyinizə ehtiyacım var. Kanala abunə olun ki, heç olmasa 1000 abunə olsun ki, mən canlı yayım açım və başlayayım oyun oynamağa. Bu kanalda mənim oyunlarım var, qoymuşam. Bir neçə oyun baxa bilərsiniz. Müxtəlif adamlarla oynamışam. Dəstək üçün kanala abunə olun. Diqqətinizə görə çox sağ olun. Dediyim kimi, hüquq məsləhəti almaq üçün də o böyük kanallarla tanış ola bilərsiniz. Mediator hüquqşünas Zaur Seyidzadə yazın çıxacaq. Diqqətinizə görə sağ olun. Sağ olun.